Diri oyna. Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər, 10 yaşlarının ibarət Eskuad çempionatı və günün ilk qarşılaşması Vətən və Moyk arasında oynanılır. Hər iki komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik ki, maraqlı məhsuldar oyuna şahidi olacaq. Ənəv olaraq meydana sağ tərəfdə sarı-qara formada məhz Vətəni görürük, sol tərəfdə ağ-qara formada isə Ordu İdman Klubu çıxış edir. Bir də hər iki komanda uğurlar arzu edir və ümid edək ki, məhsuldar oyunun şahidi olacaq. Neçə bazada İnqilabda 10 yaşlardan ibarət Eskuad çempionatıdır. Bir daha da qeyd etmək istəyirəm. Yeri gəldən hər birinizdə xoş gördük. Qapıdan zərbə. Reynald. Rəqibə qabaqlamaq istədi. Adnan rəqibə təzyiq edir. Cinata Həmzə Əmirli. Reynald Qurbanov əmləyə qatıldı. Reynald. Selimir Əfqam. İki nəfərin ətəsindən topu çıxarmaq istəyirdi. Hakan çıxas sənindi. Verindi. Yaxşı Həmzə, Hakan kimi. Tamatazadə. Kapitan. Rəqibə keçid vermədi. Sağ cinatdan əmlə qurulacaq Vətən adına. Bir götürmə sürətli alınmışdır. Reynald əzimkarlıq göstərdi. Mərkəzə doğru çevirdi, alınmadı. Yusif. Hüseyin Emir Əfqam. Yavaş yavaş. Getdin Ali, bravo. Bravo Ali. Yaxşıydı. Artıq meydanı tərk etmişdi. Ali, hücumsan, getsən. Yusif Həsənli top meydanda saxlamaq istəsə də alınmadı. Adnan top meydanda saxlama bacar, amma rəqib oyuncular indi pressing edirdi. Yenə də qazanmaq üçün Reynald uzaq məsafədə endirilən zərbə geridə qalındı. Adamatazadə yüksəlsə də çata bilmir. Yusif komanda yoldaşını sığortaladı. Mir Əfqam. Sağ cinal daşıdılar indi. Vətən yenə pressing edirdi. Həmzə. Uzaq məsafədən endirilən zərbə. Adamatazadə. Dönüşünə zərbə endirdi. Çox möhtəşəm, baxımlı bir qola imza attı. Kapitan görüşdə tilsimi qırdı. Hesabası 1-0. Yaxşıdır Həmzə. Çoxlar, Celil, Hakan. Kiper bu zərbə qarşısında aciz qalır. Vətən 1, Moyk 0. 10 yaşlardan ibarət Eskuad çempionatı neçə bazada İnqilabda Vətən və Moyk komandalar bizədə artıq Vətənin 1-0'lıq üstünlüyü var. Qeyd edək ki, kapitan Adamatazadə fərqləməyi bacarmışdı. Uzaq məsafədə indirdiyi zərbə ilə topu torlara yolladı. Bəli, Camal Şıxseydov burada çıxış edir Vətəndə. Maksimum dərəcədə də ekranı bəyənib paylaşaq. Yəni daha çox kütlə qarşısına çıxsın, daha çox şəxs izləsin deyə. Qarşılaşmada artıq 4-cü dəqiqə oynanılır. Həmzə aldacı cəhdlər izlədi. Həmzə Əmirli sərbəst sənilən kimi alınmamışdı. Ali Polat, danışma. Atla top oyuna daxil edilməlidir. Kapitan Adəm meydandakı yeganə qolun sahibidir. Renat toxuna bilmədi. Burada Adnanın da bir etmək istəyi var idi. Alınmadı. Qapıdan zərbə olacaq. Moyk adına. Adəm sən gələcək. Renat hazır ol. Renat hazır ol. Hop, buraya. Ali, qarşılayaq da topu. Adnan Sadıqov. Ali, o topu buranda. Moyk'un 14 nömrəli oyuncu burada topu rəqibinə vuraraq meydandan çıxarmışdı. Hatta məsələ Ordu İdman Klubu top oyuna daxil etməlidir. Həmzə, Ali çıxıcıma. Neftçi bazada İnqilabda 10 yaşlardan ibarət Respublika çempionatı Vətən və Moyk oyunudayıq. Vətənin minimal hesablı üstünlüyü var görüşdə. Bir daha xatırlatmasını edirəm. Hər bir oyuncu. Hərəkətdə. Hakan. Üstəlik qazanan top. Reynald Qurbanov bir aldacı cəhət. Reynald arı ötürməsi istəyi keçmədi. Vətən oyuncularda qaldı. Həmzə. Korner mi? Yox, yan xətdən. Ədalət təmsilçisi bildirir ki, məhz altdan top oyuna daxil edilməlidir. Adamatazadə.
Əlbəttə, bütün yaşlıların, daha doğrusu bütün komandaların burada 10 yaşlarına ibarət komandalar var, çıxış edirlər. Bu görüş, bir daha qeyd edirəm, Vətən və Moyk oyunudur. Suallarınızı yazın, sadəcə bir qədər səbirli olun ki, mən də fasilə əsasında çalışıram ki, cavablandırım. Bu təzyiq var idi. Bir Əfqan pressing edirdi. Adəm Atazadə indirilən zərbə alınmadı. Qalsın. Yusif. Bir qədər gözlərdən ötürməsi verdi Hüseyin Mirəfqan. Mirəfqan zərbə çəkdi. Son anda qol-kiperin toxunuşu. Və korner küncdən zərbə yerinə yetiriləcək. Zərbə meydanı səsəndəvərində də kifayət qədər Vətən adlı oyuncu var. Qapı qarşısına açma istəyib. Adnan çevirmək istədi, alamadı. Daha sonra Adəm Atazadədən də əmlə izlədik. Görünür ki, bu gün Adəm tək müdafiədə xilaskar rolunu oynamaq istəmir. Qol vuraraq komandasına da qələbə qazandırmaq istəyir. Artıq fərqləməyi bacarıb. Amma bununla kifayətləmək istəmir. Belə qeyd edək. Həsənli Yusif. Vətən həmləsi sol cinahdan ötürmə ünvanına çatmadı. Qapağı oyna. Sporda. Yusuf götürmən oxumuşdu, araya girdi. Reynald. Yusif. Hamza tələsmir, geriyə doğru ötürmə. Çevirmə Mustafa üçün hələ ki rahat keçən bir görüşdü. Rəqibləri var, hələ ki təhlükə, həyəcan yaşada bilməyib. Zəhmət olmasa ekranı bəyənək paylaşıq. Məs üçün sualları cavablandırım, amma ekran bəyənməsi yoxdur. Maksimum dərəcədə bəyənək. 10.000 olduğu təqdirdə mən yenidən suallarınızı cavablandıracağım. Vətəni yenəmləsim. Bunda referi deyəsən qayda pozuntusu qeyd almışdı da öncəki epizodda. Neftçi bazada Vətənin minimal hesablı üstünlüyü var. Moyk önündə bir daha xatırlatmasını edirəm. 10 yaşlılardan ibarət Respublika çempionatında Vətən hələ ki minimal hesablı öndədir. Görüşdə artıq 8 dəqiqəni geridə qoymuşuq. Bunda xatırlatmasını edək. Ayağını kaldırın. Ayağını kaldırın. Renat'a bak. Geçti. Bravo. Renat sal. Adəm. Əmizə də köməyə çatmışdı. Çevirmə Mustafa. Bir qədər uzaqlaşdırmaq həmləsi idi. Mirəfqan deyib hərəkətləmişdi topa çatmaq üçün, amma topa çatmaq mümkün olmadı. Koyma Yusuf. Yusif. Adəm ötürdəsi ilə rəqimi qarşısını kəsmək istəyirdi. Səfini düzəltdi. Vətən oyuncuları topu uzaqlaşdırmaq istəyir. Moyk bu dəqiqələrdə təzyiqi bir qədər artırıb. Ən azından elə ki, bərabərlik yolu axtarırlar. Adnan Sadiqov bir rəqimini keçməyi bacardılar. Ötürməsi Mirəfqana doğru sanki bir qədər bərk alındı. Mirəfqan hərəkətlənsə də topa çatmaq mümkün olmadı və burada Mirəfqanın etirazı da vardı ədalət təmsilçisinə. Hansı ki, rəqibinin geridən onu itələdiyini qeyd edirdi. Qurbanov Renat. Adnan Sadiqov. Adnan Hüseyin Mirəfqan zərbə endirə bilmədi. Renat. Mirəfqan durduğu nöqtədən zərbə endirir, amma istənilən kimi alamadı. Mustafa ötürmə vermək istəyir. Orada bir-birlərinə başa düşmədilər Adəm. Adnan Sadiqov ayaq saxladı. Renat Vətəni yeni həmləsi.
Top meydan tərk etməyib, davam etmək lazımdır. Renat qapı qarşısına ötürmək istəyib. Müdafiəçilərin Demir Əfqan pressinq edirdi qazanmaq üçün. Yine Polat ortada karşıla. Sağ yere birincini. Bir de Renat oynuyor. Ham sen taş taşıkları. Renat. Yusuf başla gel. Yusuf. Gel. Ayağımı kaldı. Yusuf. Ayağımı kaldı. Adnan Sadıqov. Gözde Fuat. Uşağlar geçsin. Elçal. Yusuf hazır ol. Yüksəli qazanan top Adəm. Həmzə. Elçal. Yusif. Bir de Elçal. Həmzə yüksəliyi qazandırdı. Ucu qapısını tərk edib. Qarşılaşmada 12-ci dəqiqə oynanılır. İlk hissəni artıq yarılamışıq. Bir daha qeyd edək. 10 yaşlardan ibarət Respublika çempionatı Vətən və Moyuq görüşülüb. Vətənin minimal hesablı üstünlüyü var. Moyuq önündə Adəm Atazadə meydandakı yeganə qolun sahibidir. Adnan Sadıqov referi bir qədər gözlədi. Daha sonra qayda pozuntusu qeydə alır. Faul. Elçal çıka bana. Genişliği yarat. Mehmet kendi attığı tabakta. Kamran başla. Polat çık kabağa Yusuf. Polat çıkın isteyin de asılsın. Kabağa çık Yusuf çık. Kamran. Haydi hayır. Değil. Hamı bildi Kamran. Hamı bildi. Zinada ağrı ötürməyə burada Həmzə. Rəqbini qabaqlamaq istəyirdi, alamadı. Moyuqun əmləsi. Adəm Atazadə. Biriniz yazın, mən sabitliyim. Həm görüşü, həm meydanı, həm də hesabı. Bu arada əvəz etmələri başlayacaq. Bəli, Vətən heyətində əvəz etmələr qapısan sabah həyətini izlədik. Dəyişikliklər izlədik. Bu heyət necə çıxış edəcək. Son dəfə xatırlatma edirəm, daha sonra etməyəcəm. Neftçi bazada İnqilabdayıq 10 yaşlardan ibarət Respublika çempionatı Vətən və Moyuq komandaları üzrədir. Vətənin 1-0'lıq üstünlüyü var. Bu arada əvəz etmələr barəsində danışacağım. İndi meydanın yeni daxil olan oyuncular Mehdi Malik 4 nömrəli forma ilə çıxış edir. 14 nömrə Abdullah Takişev. Mərkəzdə Pavel Yanliski 6 nömrəli forması ilə. Cinaqda Əsadov Ömər 13 nömrəli forma ilə çıxış edir. 9 nömrə sağ cinaq Talıbzadə Ayaz və mərkəzdə forvard kimi isə Camal Şıxseyidov mübarizə aparacaq. Görə bu heyətin çıxışı necə alınacaq? İlerleyen dəqiqələrdə bu sualın cavabını tapacağıq. Pavel Yanliski rəqiblərlə mübarizə apardı. Mehdi Malik. Ayazın həmləsi vardı. Camal Şıxseyidov. Camal Ayazlı oynadı. Yusuf koşu. Yorulup sağ Yusuf. Burada. Uzaklaştır Kamran. Aferin. Mehdi Malik. Yusuf Polat ortada karşılıyor. Pavel Butkato. Kamran. Çık da kaydacak topora. Aysa kal orada. Sağ yere birincini. Hadi. Polat. Əsadov. Sakla Ömer. Ömer. Polat, Yusuf. Götürelim de biz topu orada. Var yanında var. Açık ette Yusuf. Sık. Ömer müdaxiləsi var. Camal Şıxseyidov qazanmaq istəyirdi. Pavel Yanliski. Oyuncularında qaldı. İkincisi də son 10 dəqiqə bunu xatırlatmasını edək. Mehdi Malik. Ayaz.
Ver. Qalsın boyundur. Abdullah Takiyev bir ara ötürməsi vermək istirdi, alınmadı. Aferin. Koyma sen. Pavel Yalnizki. Pavel. Kamran irəli. Ayağız aldatıcı cəhdlər. Hüseyin. Polat gel. Lakin 22 nömrəli oyunçuyla mübarizə apardı. Bu arada indi məhz Moyka adına vəziyyətimə baş tutur. Hava koşulur. Koyma zərbeye. Korner. Köşdən zərbə. Qapçı bir qədər inamsız oynadı. Ona zərbe gitti. Abdullah. Əsədov Ömər zərbəni yerinə yetirəcək. Korner məhz. Hadi. Bitirmə ilə başladılar Pavel. Ömər qapı qarşısına daha bir köşdən zərbə yeni icraatdan. Zərbə meydansası daxilində də vətən alı 4 oyuncu var. Qapı qarşısına açma istəyi, hətta köşdən zərbəni birbaşa qolu da çevirmək istirdi. Vətən oyuncuları Pavel Yalnizki, burada Pavel'e zərbə indirmə imkan verilmir. Mehmet hazır kal. Orada yok, orada yok. Rakibin karşısında dayanman lazımdı. Aferin. Gitti. Açıl Mehmet. Abdullah. Bir nerede? Moykin əks həmləsi. Pavel. Qayda pozulmuyor. Topa aydın müdaxilə. Pavel bir rəqimli yola saldı. Cinanı doğru ötürmə yaxşı alındı. Əsədov Ömər. Ömər. Sağlaştı. Zərbə cəhd alınmadı Camal. Yakşırov. Mehdi Malik. Abdullah kesede de kaçma. Aferin Yuska. Açıl Mehmet. Bakın bir ara ötürməsi yaxşıdır. Zərbə cəhdi çevirmə Mustafa. Aferin yaxşıydı. Qapısını toxunulmaz saxlama bacardı. Rəqibə keçid vermir. Gel oyna. Moykin ötən dəqiqələr ərzində qeyd alınan ən təhlükəli gol epizoduydu. Getirecek. Bak ahret. Çevirmə onları. Mustafa onları məyus etdi. Ya bu bitirme. Bak senin de. Gönder Pavel Yalnizki. Bir ara ötürməsi. Mehdi Malik. Komanda yoldaşını sığortaladı Yalnizki. Polat gördün Yusuf. Bak. Malik aldadıcı cəhdlər izlədi. Pavel. Top özünü irəli buraxır Malik. Bilmem ki sen verebilirsin. Sen de. Qarşılıqlı top itkisi izlədik. Əsədov Ömər geri çəkildi, qazandı Ömər. Atakiyev Abdullah Pavel. Ömərin ön istiqamətində. Ömər burada bir kobodluq var idi. Bir qədər köntöy davranışı izlədik. Kamran gel bu topun qabağında. Ne öyle? Standart vəziyyət cərimə zərbəsi olacaq. Çox təhlükəli bir nöqtədir. Görək zərbəni kim yerinə yetirəcək? Bəli, Pavel. Pavel zərbəni yerinə yetirməyə hazırlaşır. Külək də bir qədər şiddətini artırır. Təbii ki, bu da topun istiqamət hərəkətinə təsir edir. 2 nəfərdən ibarət canlı sədd qurulub. Pavel Yalnizki topun arxasında. Pavel. Qapı qarşısında bu bir qədər asmaydı zərbədən çox. Yüksəli qazanan top Camal. Şeyx Seyidov burada hər kəs intizarda saxladı, amma nəticə hasil olmur. Üçlüyüz onu ya. Son 6 dəqiqə ilk hissədə və bir daha xatırladıram, 10 yaşlılardan ibarət Respublika çempionatı Vətən 1-0 hesabı ilə öndədir Moyka önündə. Uzun sen. Talıbzadə Ayaz, Mehdiyev Malik. Bir ara ötürməsi Əsədov. Gözlətmədən zərbə indirmək istirdi. Müdafiəçilərdən geri qayıdır. Ayaz. Aferin Ümit. Kesin korner olmalıdır. Bəli. Köşdən zərbə yerinə yetiriləcək Vətən adına. Belə fasilədən öncə hesabda bir dəyişiklik olacaq amma. Yoxsa Vətən minimal hesabla üstün tərəf kimi yol alacaq fasiləyə. Abdullah sen ondan ne işin var Abdullah? Maksimum dərəcədə ekran bəyənədə zəhmət olmasa bəyənə paylaşaq.
Fasil əsnasında isə mən bütün suallarınızı cavablandıracağam. Qapı qarşısına ötürmə, burada heç kəs toxuna bilmədi. Malik buraxdı. Abdullah bir rəqimli yola saldı. Bir ara ötürməsi yaxşı alındı. Camal. Şeyx Seyidov zərbə cəhdi keçmir. Yeniden pressing edirdi, qazanmadı, bacardı. Camal. Talıbzadə Ayaz önü bağlamışlar. Ayaz sol ayağına indirmiş. Zərbə Ayaz və gol! 2-0. Talıbzadə Ayaz sol ayağını aldı, zərbə indirdi. Vətən 2, Moik 0. Rəqib zərbə vurub durub baxışdı. Get rəqibin üstünə vurmasın da. Göyçim, sən də durub baxdı. Hesabı Adəm Atazadə açmışdı. Talıbzadə Ayaz isə hesab arasındakı fərqi 2-yə yüksəldir. Basın ısırardı, sıkırır. Solu da işte kurma. Abdullah. Abdullah ötürməsə Sədov. Pavel. Bir nəfər. Ayaz, geniş açın, Ayaz. Mehdi Malik. Ayaz. Pavel. Ayazın önü istiqamətinə yaxşı alındı. Sədov. Abdullah Takiyev. Pavel Yanniski. Bir ara ötürməsə Sədov. İstədiyi kimi alınmır zərbəsi. Sal yerə Papi. Oyna Məhəmməd. Axırı kim oyna? Aferin. Abdullah'ın üstüne sal yerə. Varza dolan. Özün Malik. Mehdi Malik. Pavel. Abi getdi sağ. Penaltı yox. Beş Ayaz'dan. Ayaz düş sola. Çünki boş qapıya vurur. Hissəli qazanan top. Yaxşı Malik. Mehdi Malik. Golu verdi. Qarşılıqlı top etkisizlədik. Moikin əmləsi olacaq. Pavel Yanniski. Ötürmədə kesit vermir. İndi bir qədər ayaq saxladı Pavel. Sol sənin Bir ara ötürməsi Camala doğru. Şeyx Seyidov. Çata bilmir. Burada gol kiper. Ayaz. Qapısını tərk etdi. Öndə qarşıladı. Hop Abdullah'a düşdü. Ayaz. Təxminən olaraq ilk hissədə son dəqiqə yarım. Və vətənin 2-0'da üstünlüyü var. Rəqib Uğraşdı. Moik önündə. Qapı qarşısına ayaq sata bilmir. Vermədən. Malik. Dilinin gücünə qoluna elədi. Sən qərar qəbul edirsən. Samatlar şurada. Sədov. Ömər. Yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Görünür ki, vətən fasiləyə üstün tərəf kimi yol alacaq. İlk hissədə artıq son dəqiqə və vətən 2-0 hesabı ilə öndədir. Moik önündə xatırlatmasını edək. Çevrim Mustafa. Bir qədər riskli oynadılar müdafiədə. Artıq referi bildirir ki, top meydanı tərk etmişdi. Orada İndiman klubu ötürmək keçmir. Mehdi Malik cinada aşırıb. Sırtlı şəkildə bir əksizmə çıxması vətən oyuncuları. Əsədov. Camal. Camal. Məhəmməd Kəbra, Ali düşücüma. Yusuf Kəbra. Heç də şort keçir orada. Tez ol görə bir saat. Orada da oynayır insanlar Hüseyin. Ali hücuma getməsə mən hücumda lazım. Adam tut Kəbra. Zərbə cəhdi. Allah, o boyda qapı düşmək çətindir. Boyun çatmır, müəllimə bax. Geri çəkil. Oyna
Hadi ileri. Al yere. Refer ilk hissəni bu əmrlərlə də bitirdi. Vətən fasilə 2-0 hesabı önündə yollanır Moyka önündə. Heç yer ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik.